Urmu gölünün dirçəldilməsi milli sərhədləri aşan bir məsələdir. Bunu İranın vitse-prezidenti Məhəmməd Rıza Arif deyib. Urmu gölünün qurtuluşuna etinasızlıq və dar çərçivəli yanaşma milli sərhədləri aşan bir faciəyə səbəb olacaq. Urmu gölünün dirçəldilməsində hətta bir gün gecikmə belə aşkar zülümdür deyə vitse-prezident bildirib. Qeyd edək ki, ötən ay Qərbi Azərbaycan əyalətinin valisi Rıza Rəhmani gölün bərpasının mümkün olduğu barədə danışıb. O bildirib ki, bütün mütəxəssislərin ümumi rəyinə görə Urmu gölünün yenidən canlandırılması mümkün işdir, ancaq bunun reallaşdırılması üçün məhdudiyyətlər var. Vali məhdudiyyətlərin mahiyyəti barədə açıqlama verməyib. İranda 10 gün əvvəl başlayan etiraz eylemləri 27 əyalətin 92 şəhərinin 285 bölgəsində keçirilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bu müddət ərzində 2076 nəfər həbs edilib, 34 etirazçı öldürülüb və minlərlə şəxs yaralanıb. İranın dövlət mediasının iddiasına görə isə həmin müddət ərzində 568 polis məmuru və 66 bəsic üzvü yaralanıb, 2 bəsic üzvü isə öldürülüb. İnsan Haqları Təşkilatları öldürülən, yaralanan və həbs olunan etirazçıların sayının göstərilən rəqəmdən daha çox olduğunu bildirirlər. Bugün səhər saatlarında İranda İsrailə casusluqda günahlandırılan Əli Ərdestani adlı məhbus edam edilib. Bu barədə İran mediası məlumat yayıb. Onun 12 günlük İran-İsrail müharibəsi dövründə casusluğa cəlb edildiyi və pul qarşılığında əhəmiyyətli və həssas obyektlərin foto və məlumatlarını İsrailə ötürdüyü iddia olunub. Əli Ərdestani Əhmədoğlu sosial media vasitəsilə Mossad agentləri ilə əlaqədə olmaqla yanaşı, onların İran daxilindəki məmurları ilə də bağlantı qurub deyə məlumatda bildirilib. İnsan Haqları Təşkilatlarının sözlərinə görə Əli Ərdestaniyə qarşı irəli sürülən ittiham əsassızdır və o, işgəncə altında saxta etiraf verməyə məcbur edilib. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində İsrailə casusluq ittihamı irəli sürülüb. İran prezidenti Məsud Pezeşkiyan ünvanına səsləndirilən tənqidlərə Azərbaycan dilinə məxsus atalar sözləri ilə cavab verib. Pezeşkiyan bildirib ki, səsləndirilən bütün iradları diqqətlə dinləyib, ancaq indi özü də mövqeyini ifadə etməyi vacib hesab edir. Danışdınız, tənqid etdiniz, mən dinlədim. İndi isə mən danışmağa başlayanda siz də qulaq asın. Sözlərimə görə üz gözünüzə əyməyə ehtiyac yoxdur. Çıxışının davamında prezident opponentlərinə Azərbaycan dilində atalar sözləri ilə cavab verib. Əyri oturaq, düz danışaq və adını qoydum Rəşid, birini də de, birini eşit. Qeyd edək ki, Məsud Pezeşkiyan və onun ailə üzvləri Azərbaycanlı olduqları üçün çıxışları zamanı tez-tez Azərbaycan türkçəsində şeirlər səsləndirirlər. Bu, Azərbaycanlıların rəğbəti ilə qarşılansa da, fars milliyyətçilərinin və bəzi İran rəsmilərinin narazılığı ilə qarşılanır. İndi Amerika ilə danışıqlar aparmaq üçün münbit şərait mövcud deyil. Bunu İranın Xarici İşlər Naziri Abbas Araqçı yerli jurnalistlərə açıqlamasında deyib. İndi Amerika ilə müzakirələr aparmaq üçün uyğun şərait yoxdur. Buna səbəb isə Amerikanın izlədiyi siyasətdir. İran heç vaxt müzakirə masasını tərk etməyib. Biz həmişə qarşılıqlı maraqlar və hörmət əsasında danışıqlara hazır olmuşuq. Lakin Amerika hökumətində bu cür yanaşma mövcud deyil, deyə Araqçı bildirib. Dünya gündəmi ilə davam edirik. Almaniya, Ukraynada mümkün atəşkəsin təmin olunması istiqamətində səylərə töhfə verməyə, o cümlədən Ukraynaya bitişik NATO ərazisində öz hərbi qüvvələrini yerləşdirməyə hazırdır. Bu barədə Almaniya kansleri Friedrich Merz Parisdə İstəklilər Koalisiyasının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib. Kanslerin sözlərinə görə Almaniya bundan sonra da siyasi, maliyyə və hərbi dəstək göstərməyə davam edəcək. O qeyd edib ki, atəşkəs əldə olunduqdan sonra Ukrayna ilə həmsərhəd NATO ərazisində Almaniya qüvvələrinin yerləşdirilməsi bu töhfənin mümkün formalarından biri ola bilər. Merz vurğulayıb ki, Almaniyanın bu prosesdə iştirakı ilə bağlı forma və miqyas barədə qərar federal hökumət və Bundestag tərəfindən yalnız şərtlər tam aydınlaşdıqdan sonra qəbul ediləcək. Kansler əlavə edib ki, hökumət prinsip etibarilə heç bir variantı istisna etmir. Böyük Britaniya və Fransa hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisində hərbi mərkəzlər yaradacaq və Ukrayna silahlı qüvvələri üçün texnika anbarları tikəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer İstəklilər Koalisiyasının görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Starmer qeyd edib ki, London və Paris bu istiqamətdə atılacaq növbəti addımları koalisiyanın digər üzvləri ilə razılaşdırıb. Onun sözlərinə görə tərəflər Birləşmiş Ştatların məsuliyyət daşıyacağı atəşkəs rejiminin monitorinqində iştirak edəcək. Ukraynanın müdafiəsi üçün uzunmüddətli silah tədarükünü dəstəkləyəcək, həmçinin Rusiya tərəfindən gələcək mümkün silahlı hücum halında Ukraynaya dəstək üzrə öhdəliklərin qəbul edilməsi üçün əməkdaşlıq edəcəklər. İsveç sülh əldə olunacağı təqdirdə çoxtərəfli kontingentin tərkibində Ukraynaya Gripen qırıcı təyyarələri göndərəcək. Bu barədə İsveçin baş naziri Ulf Kristersson Parisdə İstəklilər Koalisiyasının görüşündən sonra bildirib. Onun sözlərinə görə İsveç sülh nizamlanmasından sonraki geniş miqyaslı səylərin bir hissəsi olmalıdır. Kristersson qeyd edib ki, ölkəsi hava məkanının müşahidəsi üçün Gripen təyyarələri ilə, eləcə də Qara dənizdə mina təmizləmə işlərində iştirak etməyə hazır olduğunu bəyan edib.